Metroların qabağından birbaşa bura 20-ci sahəyə gələn avtobusların qabaqlarını kəsib saxlayırlar, adamları avtobusdan düşürürlər və bir xeyli avtobusları da marşrutdan çıxarırlar. Biz burada Azərbaycan müxalifətini, onun prinsipial kəsimini məhv etmək, azad sözü susturmaq siyasəti aparırdı. Azərbaycan jurnalistləri həqiqəti yazdıqlarına görə öldürülüb, həbs olunurdular. Siyasətçilər həbs olunur, ofisləri əllərindən alınır, mitinglər qadağan olunur, televiziyaların efirinə qadağa qoyulur. Bunların hamısı o məqsədə edilirdi ki, ölkədə bir alternatifsizlik şəraiti yaratsınlar. Gücünü xalqdan alan siyasi qüvvə məğlub edilməzdi. Bu ölkəyə, bu millətə azadlıq yaraşır. Oğru hakimiyyətinin bir qolu olan Milli Məclisə istifa! Azərbaycan dilində normal danışa bilməyən, Azərbaycan dilində normal danışa bilməyən, artıq yaşı ötmüş, rəsizada başda olmaqla Azərbaycan hökumətinə istifa! Bu meydan bizlərin, dərəcək kəsərin, bu meydan bizlərin! Değerli hanımlar ve beyler, uzun illerdir ki Azerbaycan korrupsiyoner, rüşvetxor, oğru, avtoritar bir sülale rejimi tarafından idare olunur. Servetlerimiz talan edilir, insanlarımızın evleri başlarına uçurulur. Bizim mübarize dostlarımız hepsi atılır, hapishane hayatı yaşamaya mahkum olur. Azərbaycanın istiqlal tarixine öz imzasını koyan istiqlalçı milletvekili Arif Hacılı başta olmaqla bütün vicdan məhbuslarımıza azadlıq istəyirik. Bu oğru hakimiyyətə istifa deyirik. Azərbaycan vətəndaşın dilenci gününe saran, insanları bir tikə soraya möhtəz eləyən, Azərbaycan vətəndaşların sürgünə göndərən, mühacirətə göndərən, türmələrə döndərən hakimiyyətə istifa istəyirik. Biz demişdik ki 5000 adam iştirak edəcək mitingdə, ancaq artıq 10.000-dən çox insanın iştirak eləməsi rəsmən təsdiqlənir. Bu biz artıq bunu hesaplamışıq. Və yenə də sizlərə bu fədakarlığa görə eşq olsun deyirəm.
Bu yol Rəsulzadənin yoludur, bu yol Elçibəyin yoludur, bu yol azadlıq yoludur, bu yol ləyaqət yoludur, əxlaq yoludur, demokratiya yoludur. Bu yolda birgə addımlayaq, bu yolda məsullar, qələbələr arzulayırlar. Tanrı sizləri qorusun, Tanrı Azərbaycanımızı qorusun. Əsgərimiz can verir, İlham olun qətlinə fərman verir. Əsgərimiz can verir, İlham olun qətlinə fərman verir. İctimai Paraqlanın 8 aprel 2012-ci il tarixli mitinginin qətnaməsi. Miting təşkil edilmiş və təklifləri ayrı-ayrı təşkilatların və vətəndaşların səy və tövsiyələrini əsas tutaraq qərar alır. 1. Azərbaycan iqtidarından bütün siyasi və vicdan məhbuslarının dərhal və qeyd şərtsiz azad edilməsi, Quba hadisələrinə, hicab məsələsinə görə repressiyaların dayandırılması tələb edilsin. 2. Ölkədə söz və ifadə sərbəst toplaşma azadlığının təmin edilməsi, köklü demokratik islahatların həyata keçirilməsi, o cümlədən 2012-ci ildə yeni, azad, ədalətli parlament seçkilərinin keçirilməsi zəruri sayılsın. 3. Pensiyaların, müəllimlərin, tələbələrin, həkimlərin əmək haqqı və təqaüdlərin 2 dəfə artırılması həyata keçirilsin. 4. Korrupsiyaya və rüşvətxorluğa qarşı real mübarizə aparılması, dövlətdən və xalqdan oğurlanmış sərvətlərin qaytarılması istiqamətində tədbirlər görülsün. Cinayətkar monopolizmə və bahalığa son qoyulsun. 5. Vətəndaşların mülkiyyət hüquqlarının qorunması, indiyə qədər tapdanmış mülkiyyətçilərə ədalətli kompensasiya ödənilməsi, əmanətlərin birə-bir qaytarılması, Kürt aşqınlarından zərər çəkmiş şəxslərə ədalətli ödəniş verilməsi təmin edilsin. 6. Demokratik qüvvələr, siyasi müxalifət və ziyalılar mövcud avtoritar rejimə qarşı mübarizədə birləşməsinə nail olunsun. 7. Qarabağın azad edilməsi uğrunda ümumilli platforma işlənib, hazırlansın və ərazi bütövlüyümüz təmin edilsin. Və sondan göstərilən tələblərlə kütləvi aksiya aprelin 22-sində keçirilsin.